Kapitulyant ölkə yenə də dinc dayanmır. Təxribatlar bir-birinin ardınca davam edir. Martın 31-i yenidən mövqelərimiz müxtəlif istiqamətlərdən atıcı silahlardan atəşə tutulub. Bunun fonunda isə Ermənistan siyasi elitasının nümayəndələri dünyaya sülh göyərçini obrazını təqdim etməyə çalışırlar. Məsələn, Ermənistan prezidenti Vaqen Xaçaturyan, Almaniya prezidenti Frank-Walter Steinmeier ilə birgə mətbuat konfransı zamanı ölkəsinin sülh sazişinin imzalanması üçün ardıcıl işlər aparıldığını bildirib. Görəsən bunu deyərkən sərhəddə atəşkəsin pozulmasını, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirilmələrini də nəzərdə tutubmu? Bütün bu açıqlamalar Ermənistanın mövqeyində nə qədər qeyri-səmimi olduğunu bir daha sübut edir. Azərbaycanla sülhün əldə olunması üçün güya var gücü ilə çalışdığını deyən Ermənistan prezidenti Vaqen Xaçaturyan mətbuat konfransında bildirib ki, istənilən çətinlik aşılır. Ancaq maraqlıdır ki, davamlı olaraq yeni çətinliklər yaradan tərəf də məhz Ermənistandır. Son günlər sistematik şəkildə Azərbaycan mövqelərini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi bunlarla kifayətlənməyərək təxribatlarını ört-basdır etmək üçün Azərbaycan tərəfinin Xanazaq yaşayış məntəqəsini atəşə tutması ilə bağlı saxta məlumatlar yayır. Aydın məsələdir ki, qarşı tərəf yalan xəbərlər yayaraq beynəlxalq ictimaiyyətdə yanlış təəssürat yaratmağa və öz təxribatlarını gizlətməyə çalışır. Daxili auditoriya bilirik ki, son bələdiyyə seçkilərində göründüyü kimi Ermənistanda Paşinyanın siyasi nüfuzu getdikcə aşağı düşür. Belə bir vəziyyətdə Paşinyan xüsusilə 2026-cı il seçkilərində qalib gəlmək üçün öz ictimaiyyətinə iki seçim təklif edir: ya sülh, ya da müharibə. Bunun da aktiv qalması üçün sərhəddə təxribatların törədilməsi, daxili auditoriyada qorxu hissi yaratmaq və nəticədə öz seçki elektoratını qoruyub saxlamaq məqsədi daşıyır. Beynəlxalq vəziyyət də kifayət qədər gərgin olaraq qalır. Ermənistanın təlqin etdiyi yanaşma isə ondan ibarətdir ki, güya ölkədə demokratiya təhlükə altındadır. Belə bir vəziyyətdə diqqəti yenidən regiona cəlb etmək üçün Paşinyan görünür ki, müharibə faktorunun regiondan tam aradan qalxmadığı mesajını beynəlxalq aktorlara vermək istəyir. Ekspertlər düşünür ki, son günlər Ermənistanda keçirilən aksiyalarda Paşinyanın əlinə bəhanə vermiş ola bilər. Maraqlıdır ki, əvvəlki mitinqlərdə fəal iştirak edən Ermənistanın güc strukturları son aksiyalarda fəaliyyətsizliyi ilə diqqət çəkdi. Bütün bu oyunlar və gizli planlar bir daha göstərir ki, Ermənistana etimad etmək olmaz. Rəsmi Bakının mövqeyi isə əvvəlki kimi qəti, adekvat və konkretdir. Azərbaycana gəldikdə isə xüsusilə Müdafiə Nazirliyinin yaydığı bəyanatlara diqqət yetirsək görünür ki, Azərbaycan əskəri kifayət qədər təmkinli davranır. Hər nə qədər təxribatlar sistematik xarakter daşısa da, Azərbaycan tərəfi buna qarşılıqlı reaksiya vermir. Bu da Azərbaycanın sülh gündəliyinin Ermənistan tərəfindən sabotaj edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məsələ ondadır ki, Ermənistan sülhün əldə olunmasında daha çox maraqlı olmalıdır. Azərbaycanla növbəti qarşıdurmanın yaranması İrəvan üçün fəlakət deməkdir. Çünki Ermənistanın Azərbaycanla hərbi müstəvidə rəqabət aparmaq və regiondakı geosiyasi vəziyyəti hansısa formada dəyişmək imkanları sıfıra bərabərdir. Bunu İrəvanda da yaxşı bilirlər. Həm də İrəvan bir şey anlamalıdır. Sülh müqaviləsinin imzalanmasını ləncitmək onlara əlavə vaxt qazandırmayacaq. Çünki saatın əqrəbləri İrəvanın əleyhinə işləyir.